Fruitland şirkəti bizim yeni yaradılan şirkətlərimizdən biridir. Bu şirkət bizdə meyvələrin yetişdirilməsi ilə və satışı ilə məşğuldur. Bu şirkətin tərkibində bizdə hazırda hamının xalq dilində göycə dediyi alçanın bir növü olan meyvənin də yetişdirilməsi ilə məşğul olmuşuq. İndi də məşğuluq. Nektarin, bəli. Göycələrimiz artıq satışdadır yeri gəlmişkən. Kilosu neçədir? Bir həftədir. Təxminən yox, elə dəqiq deyim, satış qiyməti 60 manatdır. Kilosu. Hə, 60-70 manat civarında. Bazara vermək bu Bazardakı qiymətdir, yoxsa qiymətidir. mən alıcının əldə edə biləcəyi rəqəm? Siz alıcılar 70 manata ala bilərsiniz. Mən o gün 200 manata görmüşəm, ona görə dəli olmuşam. Bilirsiniz necə, bazarın bir qaydası var da. Bazarda olmayan məhsul varsa, onun qiyməti çox baha olur. Bazarda məhsul, tələb, təklifi üstəlirsə qiymət qalxır. Təklif qiyməti üstəlirsə qiymət düşür. Və əgər bazara yeni bir məhsul gelir və mövsümündən daha tez müddətdə gelir, bu sözsüz ki, yaydakı qədər məhsul həcmi deyil, eksklüziv olaraq bir sayılan, egzotik bir meyvə sayılır həmin ərəfədə. Sözsüz ki, onun qiyməti baha olur.